Bildiyiniz kimi İslam Peyğəmbəri Beysətin ilk dövrlərində dəvətini aşkar etmirdi. Yəni demək olar ki, dəvət etmirdi ümumiyyətlə. Demək olar ki, dəvət etmirdi. 3 ildən sonra Allahdan əmr gəlir Peyğəmbərə fəstə bimə tu'mər. Dəvətini aşkar etmək barədə əmr gəlir və Peyğəmbər dəvətə başlayır. Keçən dərslərdə dediyimiz kimi dəvətə başladığı günlərdən dərhal qarşıdurma yaranır cəmiyyətdə. Hətta Peyğəmbərin canı da təhlükəyə düşür, onu öldürmək istəyirlər. Səhabələri də özü də təzyiqlərə məruz qalır. Keçən dəfələrdə dedik ki, qəbilələr birləşib qərar vermişdilər Peyğəmbəri öldürmək barədə. Peyğəmbər də bəzi qəbilələrə müraciət etmişdi ki, onu himayə eləsinlər. Peyğəmbər onlara müraciət edir ki, mənə pənah verin, məni qoruyun, çünki həyatıma təhlükə var. Və əksəriyyəti də imtina edirdi Peyğəmbərə kömək eləməkdən. Deyirdilər ki, səni öz qövmün öldürmək istəyirsə, bizdən nə istəyirsən? Biz sənə necə kömək elə bilərik? Sizə məlumdur ki, Qureyşin müəyyən üstünlükləri var idi qəbilələr arasında. Qureyş Kəbənin açarını əlində saxlayırdı. Qureyş Kəbənin örtüyünü dəyişirdi. Zəvvarları demək olar ki, onlar qəbul edirdi Kəbə zəvvarlarını. Yəni, faktiki olaraq ziyarətin təşkili Qureyşin öhdəsində idi. Və çox nüfuzlu idilər. Və digər qəbilələr gözləyirdilər ki, Qureyş Peyğəmbəri qəbul etsin, iman gətirsin və onlar da sonradan iman gətirsinlər. Ona görə də Qureyş Peyğəmbəri qəbul etmədiyinə görə əsasən böyük bir hissəsi. Digər qəbilələr də Peyğəmbərə iman gətirmirdilər. Keçən dəfələrdə Əqəbə peymanı haqqında danışdıq. Mədinəlilərlə Peyğəmbər arasında olan bir müqavilədir. Bu, o zaman baş verdi ki, Peyğəmbər özü dili ilə bəzi Məkkədə olan, Məkkə ətrafında olan qəbilələrə müraciət edirdi, kömək istəyirdi. Amma Ovs və Xəzrəc qəbilələri gəlib özləri Peyğəmbərin dəvətini qəbul etdilər. Əvvəl 6 nəfər gəldilər, sonra sayları artdı, yenə gəldilər, keçən dəfə dedik. Sonra Peyğəmbər Musəbi göndərdi, sonra sayları 70-ə çatdı və Əqəbə peymanı bağlandı. Siyasi bir müqavilə idi əslində Əqəbə peymanı. Mədinəlilərin İslamı qəbul etməsi bu baxımdan çox mühüm tarixi əhəmiyyətə malik olan bir hadisə idi. Çünki Peyğəmbərin Məkkə tərəfindən, Məkkənin nüfuzlu qəbilələri tərəfindən dəvətinin qəbul edilməməsi fonunda vəziyyət çox mürəkkəb idi. Məkkədə Peyğəmbərin vəziyyəti çox ağır idi və Mədinəlilər belə bir həssas dönəmdə Peyğəmbəri qəbul etdilər. Gələk bir də Əqəbə peymanının üstünə. Dediyimiz kimi gizli toplantı oldu. Əqəbə Mina ilə Məkkə arasında olan bir yerdir. Orada gizli toplantı təşkil olundu. Həzrət Əli ilə Həzrət Həmzə keşik çəkirdilər ki, müşriklər xəbər tutub gəlsələr, bilsinlər. Keşik çəkirdilər və bu hadisə bilirsiniz də hicrətdən bir neçə ay əvvəl baş verdi. Və Məkkədə gərginlik o zaman pik həddinə çatmışdı. Peyğəmbərin həyatı təhlükədə idi. Və onlar da xəbər tutub gəldilər. Gördülər ki, burada toplantı var. Gəldilər, dedilər burada nə baş verir? Həmzə dedi ki, heç nə, sakit idi. Kimsə yaxına gəlsə qılıncla qarşılayacağım onu. Təhdid elədi onları və qorxdular onlar. Həmzənin qarşısından geri çəkildilər və bu toplantıya müdaxilə edə bilmədilər.